Qurdun səsləri, təbiətin və insanın dərin dərsləri uzaq min illərin xatirələrinin, əcdadların hikmətini və torpağın sədasını özündə cəmləşdirən Azərbaycanın şimal-qərbində yerləşən kiçik bir kənd var idi. Bu kənd Əlvanabad adlanırdı. Dar daş küçələri, qədim ağacların sərin kölgələri və axan çayın səsi burada yaşayan hər kəsin qəlbində keçmişin acı şirin hekayələrini, sevinclərini və dərdlərini eşidirdi. Hər bir daş, hər yarpaq, hətta əsən yüngül külək belə əcdadların öyrətdiyi dəyərlərin, sevginin və mərhəmətin sədasını fısıldayırdı. Kəndin sakinləri nəsillərin ötürdüyü ənənələrə sadiq qalır, hər çətinlikdə bir-birinə dəstək olur və həyatın sərt reallıqları ilə mübarizə aparırdılar. Bu dərin bağlılığın ən gözəl nümunəsi isə hörmətli ailələrdən biri olan Məmmədovlar ailəsi idi. Ailənin başçısı Həsən bəy torpaqla və əcdadların qoyduğu ənənələrlə dolu həyatını övladlarına və bütün kəndə nümunə edirdi. O, deyirdi, bizim torpaq yalnız bir yer deyil, o, bizim canımızdır. Hər daş, hər yarpaq, hər axan su min illərin hekayəsini, sevginin və mərhəmətin sədasını daşıyır. Bizim vəzifəmiz bu dəyərləri qoruyub saxlamaq və gələcəyə ötürməkdir. Həsən bəyin iki övladı, çalışqan gənc Rafiq və incə ruhlu, şeir yazmağa meyilli Nigar, atasının sözlərini, keçmişin dərslərini və gələcəyin ümid dolu arzularını ürəklərində daşıyırdılar. Rafiq tarlalarda əməyi ilə məşğul olur, torpağın sədasının, əcdadların öyrətdiyi zəngin irsi və hər bir kəsin həyatında var olan dərin əlaqələri hiss edirdi. Nigar isə hər axşam günəşin batışı ilə məscidin qarşısındakı köhnə kənarda oturub ürəyindəki sirlər, kədər və sevinci şeirə tökürdü və onun sözləri Tolstoyun romanlarında təsvir olunan kimi, insan ruhunun dərinliyini və təbiətin incə ahəngini əks etdirirdi. Bir gün kəndin kənarındakı meşəlik ərazidə qəribə bir hadisə baş verdi. Meşənin dərinliyində hələ də təbiətin sərt qanunları ilə idarə olunan o yerlərdə qürurlu və vahid bir canlı, qurd, müəyyən oldu. O, silinməz bir səs ilə sanki öz içindəki əbədi azadlığı və təbiətin sərt reallıqlarını bütün məkanlara yayırdı. Kəndlilər bu qurdun mövcudluğunu uzun zamandır eşidirdilər, çünki əcdadların nağıllarında qurd həm qorxu, həm də hörmətin, həm sərbəstliyin simvolu kimi təsvir olunurdu. Lakin heç kim bu qurdun gerçək varlığına inanmırdı, o, sadəcə qədim hekayələrdə yaşadığı kimi qəlblərdə bir səs kimi qalırdı. Rafiq meşəyə çıxarkən kəndin ənənələrində olan o qədim qurd nağılını xatırladı. O, düşünürdü, hər bir əngəl, hər bir çətinlik sanki təbiətin bizə verdiyi bir dərsdir. Qurd bu torpağın vətənpərvər övladlarına azadlığın və gücün sədasıdır. Biz onun sədasını eşidərək həyatın acı və şirin tərəflərini, sevinci və kədəri daha dərindən başa düşməliyik. Beləliklə, o qərara gəldi ki, bu qurdun varlığını öyrənsin və onun əsl mənasını, insanın ruhuna olan təsirini sənədləşdirsin. Bir neçə gün sonra Rafiq meşəyə doğru yola düşdü. O, günəşin sərin şüaları altında, dərin meşə yollarında, qədim ağacların arasında sükutla irəliləyirdi. Yol boyu hər bir addımında təbiətin özünün vətənpərvər sədası, keçmişin hekayələri və əcdadların öyrətdiyi dəyərlər onu ruhlandırırdı. Nəhayət, o meşənin dərinliyindən böyük bir çayın kənarında o qədim qurdun izlərini tapdı. Çayın sahilində qırmızı yarpaqlı bitkilərin arasından böyük, tünd və güclü baxışlı bir qurd göründü. O, sanki hər bir daşın, hər bir yarpağın sədasını daşıyır, sərbəstlik və azadlıq, həm də qürur və mərhəmət simvolu kimi orada dayanmışdı. Rafiq qurdun yanında uzun müddət dayandı, onun hərəkətlərinin, gözlərindəki dərinliyi və ürəyində yanan sarsılmaz işığı izləyirdi. O, anladı ki, bu qurd yalnız təbiətin sərt qanunlarını deyil, həm də insanın içindəki ən böyük gücü, azadlığı və qüruru təmsil edirdi. Rafiq qəlbində dərin bir duyğu ilə düşündü. Həyatın hər bir çətinliyi, hər bir əngəl bizə öz içimizdəki gücü, sevgini və mərhəməti kəşf etdirməlidir. Bu qurd bizim üçün yalnız bir canlı deyil, o, həyatın acı və şirin dərslərinin, uğurun və məğlubiyyətin, azadlığın və bağlılığın simvoludur. O gün Rafiq qurdla arasında yaranan bu dərin əlaqəni sənədləşdirməyə qərar verdi. O, qurdun yanında bir neçə dəqiqə oturub, onun sakit, lakin möhkəm varlığını, hər bir baxışında həyatın dərin sirlərini eşidirdi. Qurd, sanki Rafiqin içində yanan sarsılmaz ümid və sevgi işığının sədasını daşıyırdı. Rafiq öz qələmini çıxarıb, gördüklərini, hiss etdiklərini və anladığı dərin hikməti kağıza tökdü. Onun yazdıqlarında Tolstoyun romanlarındakı kimi hər bir insanın qəlbindəki acı və sevinc, həyatın hər anında qarşılaşılan sınaq və dərslər öz əksini tapırdı. Bu hadisə kəndə böyük təsir bağışladı.
Sülhabadın yaşlıları, gəncləri və ailələri Rafiqin qurd hekayəsini dinlədikcə keçmişin dərslərinin, əcdadların öyrətdiyi dəyərləri və ailə, dostluq əlaqələrinin nə qədər qiymətli olduğunu bir daha dərk etdilər. Həsən bəy kəndin mərkəzindəki məclisdə çıxış edərək belə deyirdi: "Əzizlərim, bu qurd təbiətin və həyatın bizə verdiyi ən böyük dərslərdən birini bizə göstərir. Hər bir əngəl, hər bir çətinlik bizə öz içimizdəki gücü, sevgi və mərhəməti aşkar edir. Biz bu qurdun sədasını eşidərək yalnız təbiətin sərt qanunlarını deyil, həm də insan qəlbində yanan sarsılmaz ümid və azadlığı kəşf edirik. Unutmayın ki, həyatın hər bir sınağı bizə daha da böyümək və sevmək üçün bir fürsətdir." Bu sözlər kənd sakinləri arasında böyük inam və sevgi yaratdı. Hər kəs öz həyat yolunda qarşılaşdığı çətinliklərdən, əngəllərdən və sınaqlardan öz içində yanan sarsılmaz işığı, sevgi və mərhəməti kəşf edərək həyatın əsl dəyərini anlamağa başladı. Rafiqin qurdla yaşadığı o dərin an kəndin hər küncündə, hər evdə və hər ailənin qəlbində iz buraxdı. İnsanlar bu hadisəni yalnız təbiətin bir parçası kimi deyil, həm də öz həyat yollarında qarşılaşdıqları çətinlikləri aşmaq üçün bir simvol kimi qəbul etdilər. Nigar, Rafiqin bu hadisəsindən ilhamlanaraq öz şeir və nəsr əsərlərində qurdun sədasını və insanın içində yanan dərin ümid və azadlıq işığını ifadə etməyə başladı. Onun yazdığı hər söz kəndin dar küçələrində, köhnə evlərin divarlarında və məscidin küncündə sanki bir melodiyanı xatırladırdı. Hər bir əngəl insan qəlbindəki sarsılmaz işığın, sevginin və mərhəmətin təcəssümüdür. Qurd təbiətin sərt qanunlarının, azadlığın və qürurun simvoludur. Biz hər çətinliyi aşdıqca öz içimizdəki dərin dəyərləri daha da möhkəmləndiririk və həyatın əsl mənasını, sarsılmaz ümidin və sevginin qiymətini kəşf edirik. Kəndin hər küncündə keçmişin dərsləri ilə gələcəyin ümid dolu arzuları bir araya gəldi. İnsanlar Rafiqin qurdla yaşadığı o unudulmaz anı ailə və dostluq əlaqələrinin gücü ilə birləşdirərək öz həyat yollarında daha da irəlilədi. Hər bir evdə, hər bir ailədə keçmişin acı və şirin xatirələri qürur və ümid ilə birləşdi. Hər kəs əngəllərin və çətinliklərin yalnız həyatın bir dərsi olduğunu, onların arxasında yatan sarsılmaz gücün, sevgi və mərhəmətin olduğunu anladı. Zaman keçdikcə Rafiqin və Nigarın qələmə aldığı hekayələr kəndin kənarından şəhərlərə, hətta ölkənin müxtəlif köşələrinə yayılmağa başladı. Onların yazdıqları Tolstoyun romanlarındakı kimi insanın dərin hisslərini, həyatın sərt reallıqlarını və sarsılmaz ümidin təcəssümünü oxuculara çatdırırdı. Hər kəs bu əsərləri oxuduqca öz həyatındakı əngəllərin və çətinliklərin sanki bir dərs, bir imtahan olduğunu və bu imtahanların bizi daha da gücləndirdiyini anladı. Bir gün kənddə böyük bir mədəniyyət gecəsi təşkil olundu. Məscidin qarşısında qədim divarlara yazılmış əl yazmaları və torpağın sədasını daşıyan şəkillər arasında Rafiq və Nigar öz əsərlərini təqdim etdilər. O gecə kənd sakinləri bir araya gəlib keçmişin dərslərinin, ailə və dostluq əlaqələrinin dərinliyini və sarsılmaz ümidin parlaq işığını bir daha qeyd etdilər. Həsən bəy məclisdə çıxış edərək belə dedi: "Əzizlərim, bu hekayələr hər birimizin qəlbində yanan sarsılmaz işığın, sevginin və mərhəmətin əbədi sədasıdır. Hər bir əngəl həyatın bizə verdiyi bir dərsdir və biz bu dərsləri aşdıqca öz içimizdə daha da güclənirik." Qurdun sədası təbiətin sərt qanunlarını və insanın azadlığını simvolizə edir, biz isə bu səsdən ilham alaraq həyatımızı sevgi və mərhəmətlə işıqlandırırıq. Bu çıxış mədəniyyət gecəsində toplanan hər kəsin ürəyində dərin bir inam və sevgi oyatdı. İnsanlar Rafiqin və Nigarın qələmindən çıxan sözlərdən öz həyat hekayələrinin, qarşılaşdıqları çətinliklərin və əlaqələrinin nə qədər dəyərli olduğunu bir daha xatırladı. Gənclər öz həyat yollarında əngəlləri aşaraq sevgi və mərhəmətin gücü ilə irəlilədilər, yaşlılar isə keçmişin acı və şirin xatirələrinin, əcdadların öyrətdiyi dəyərləri və sarsılmaz ümidlərini gənclərə ötürdülər. Beləliklə, Qurdun səsləri, təbiətin və insanın dərin dərsləri adlı bu dastan Səadətabadın, Əlvanabadın və Azərbaycanın qədim torpağından çıxan ailə, dostluq və insanın qəlbində yanan sarsılmaz ümidin əbədi sədası kimi nəsillərə ötürüləcək bir irs oldu. Hər kəs bilir ki, həyatın ən böyük zənginliyi, sevgi, mərhəmət və insanın içində yanan sarsılmaz ümid, yalnız maddi sərvətlərdə deyil, qəlbdə, ənənələrdə və keçmişin dərslərində gizlidir. Biz bu dastanı oxuduqca öz həyatımızda qarşılaşdığımız hər bir əngəlin, hər bir çətinliyin bizi daha da birləşdirdiyini və sarsılmaz ümidin, sevginin və mərhəmətin ən böyük güc olduğunu dərk edirik. Hər kəs bu hekayənin sədasını eşidərək həyat yolunda, ailə və dostluq əlaqələrində, təbiətin sərt və incə qanunlarında öz əsl gücünü və dərinliyini tapır.
Beləliklə, bu nağıl yalnız Rafiqin və Nigarın, yalnız Səadətabadın hekayəsi deyil, o, bütün insanlığın həyatın hər dövründə qarşılaşdığı əngəllərin, sınaqların və ümidlərin əbədi şahididir. Hər kəs bilir ki, hər bir çətinliyi aşmaq, qəlbdə yanan o sarsılmaz işığı qorumaq və sevgini, mərhəməti, dostluğu yaşatmaq həyatımızı daha da mənalı və dəyərli edəcəkdir. Bu dastan Azərbaycanın qədim torpağından çıxan, əcdadların qoyduğu ənənələri, ailə bağlarını və insan qəlbində yanan sarsılmaz ümidin sədasını daşıyan Tolstoyun dərin insan təfəkkürünə xas üslubda yazılmış bir nağıl olaraq nəsillərə ötürüləcək və əbədi yaşayacaqdır. Hər kəs bu əsəri oxuduqca öz həyat yolunda qarşılaşdığı hər bir əngəlin və çətinliyin sarsılmaz ümid və sevgi ilə aşılmasının nə qədər böyük bir zənginlik olduğunu, qəlbdə yanan o əbədi işığın dəyərini bir daha kəşf edəcəkdir.